Digər məsələ isə qısa videoların çəkilməsidir. Yəni burada da talış dərslikləri məsələsi, talışlara aid rəqəmlər və planlı şəkildə aparılsın. Bu müxtəlif dövrlərdə insanlar tərəfindən başlanılıb, sonra dayandırılır, başlanılır, dayandırılır və çox plansız şəkildədir. Məsəl üçün, planlı şəkildə bir kanal açmaq olar ki, orada rəqəmlər olsun, talışca rənglər olsun, ən belə sadə informasiyalar olsun ki, ilk tanışlığı başlayan adamda bir vizyona yansın, bir gözü ilə görə bilsin ki, burada nə var, nə yox. Məqalələr də yazılmalıdır. Bu da öz yerində. Həmçinin talışlara aid tarixi məsələlərin qısa sujetləri olmalıdır. Bunun üçün böyük də imkanlarımız var. Mən bunun bir neçəsini eləmişəm, amma tam da gücüm çatmır. Çünki burada həm informasiya almalısan, həm nəyisə yazmalısan, yazılanı da hamı bəyənmir. Məsəl üçün, bir tarixçidən bizə kömək istəyirəm. Sənə bəlkə də 6-10 dəqiqəlik səs göndərir, amma suallarının heç biri o səsdə cavablandırılmır və sənə yazılı, normal qısa informasiya da verə bilmir. Bizdə bu kommunikasiya problemi çox bəlalıdır. İnsanlar daha qısa danışmağa maraqlı olmalıdır məncə. Çünki məsəl üçün bizdə gözəl tarixçilər var. Tarixçi gözəl bilən insanlar var, amma onlardan bilik almaq, onlardan məlumat almaq çox həngamə məsələdir. Çox həngamə məsələdir və bunu mən public deyirəm, çünki hamısı da eşitsin. Bunu qısa şəkildə, məsəl üçün talış tarixi nə olubdu? Götürüb yazmaq lazımdır. Bir məqalə, 2 səhifəlik məqalə nə vaxt yaranıbdı? Bunun xanları kim olubdu? Bu niyə dağılıbdı? Hansı dövlətlərlə müharibə aparıbdı? Çox dərinə getməyin. Tarixi reallıq nədir? Qısa faktlarla. Yəni bunun nə var ki yazmaq? Bunu niyə yazmırsınız? Yəni bu niyə aparılmır? Və digər məsələ də artıq bunlar yazıldıqdan sonra, yəni bu məsələlər edildikdən sonra ortada bir proses yaradacaq. Çünki talışların içində o qədər gənclər var ki, bir informasiyaya açdı. Yəni bu adam Google-u açır, talışlar barədə informasiya yoxdur. Bu adam YouTube-u açır, görür ki, 2 saatlıq bir dənə verilişdir, oturub ona qulaq asası deyil. Yəni 2 dəqiqəlik, 1 dəqiqəlik nələrsə hazırlayın. Mən özüm də məsəl üçün burada danışıram, sonra bunu hissələrə bölürəm ki, insanlara daha çatımlı olsun. Məsəl üçün Google-da axtarış verəndə bu mövzular daha çatımlı olsun. Özümün bir neçə bloqu var ki, orada qısa məqalələr paylaşıram. Təbii ki, bunların hamısı mənim bilgim və gücüm çatmır. Yəni tarixi məsələlərdir ki, getdikcə gedirsən içərisinə, amma müəyyən qədər bacardığımı etmişəm və bunu talış tarixçilər də edə bilər. Heç tarixçi olmağa ehtiyac yoxdur. Yəni xırda həvəskar insanlar da öz işindən kəsib, öz vaxtından biraz gündəlik 5-10 dəqiqə kəsib bunu edə bilərlər. Əsas bu özəyin yaranmasıdır. Yəni